1 dekabr 1934-cü il. Bu tarix Sovet İttifaqında ağır bir faciə ilə yadda qaldı. Belə ki, o dövrdə Leninqrad Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində işləmiş Semyon Mironoviç Kirov qətlə yetirilmişdi. Bu qətl biraz ziddiyyətli idi, həm də şübhəli idi. Belə ki, Semyon Mironoviç Kirov bildiyimizə görə həmişə Stalinin silahdaşı olmuş, onun yanında olmuş, həm də onun ən yaxın dostu kimi, deməli məlumatlarda da belə göstərilir, dostu kimi qalmışdı. Onun qətlə yetirilməsi biraz müəmmalı məsələ idi. Çünki bəzi tarixçilər deməli bildirirlər ki, bu işdə ola bilsin ki, Stalinin də əli olubdur. Çünki o dövrdə Semyon Mironoviç Kirov həqiqətən də partiya daxilində Sovet İttifaqında çox böyük nüfuza malik idi. Onun Sovet İttifaqının rəhbəri olması bunun potensialı da imkan verirdi. Ona görə də belə bir deməli məlumatlar yayılmışdı. Lakin Semyon Mironoviç Kirovun ölümündən sonra Stalin xüsusi göstəriş verdi. İstintaqın aparılmasına ciddi nəzarət elədi. Bu ölümdən sonra Sovet İttifaqında bildiyiniz kimi 1937-38-ci illərdə repressiyalar başladı. Sanki Semyon Mironoviç Kirovun ölümü repressiyaların başlanması üçün bir bəhanə oldu. Ziyalılar, hərbiçilər və digər görkəmli şəxslər 1937-38-ci illərdə repressiyanın qurbanı oldular. Bunu öldürən, yəni Semyon Mironoviç Kirovu öldürən isə işsiz, gücsüz bir adam Leonid deməli Nikolayev idi. Bu şəxs əvvəllər həmin Vilayət Partiya Komitəsinin binasının ətrafında bir neçə ay əvvəl tutulmuşdu və onun çantasından da silah çıxmışdı. Amma burada müəmma ondan ibarətdir ki, necə ola bilər ki, həmin şəxs o qətldən bir neçə ay binanın ətrafında silahla tutulur, amma yenidən həmin şəxs o qətli törədə bilir. Həm də Semyon Mironoviç Kirovun ölümündən bir həftə əvvəl onun mühafizəçiləri də işdən azad olunmuşdu. Ona görə də tarixçilərdə belə bir şübhə var ki, bu ölümdə Stalinin də əli olmuşdur. Amma bu dəqiq deyil, bu günə qədər də bu qətlin üstü hələ də deməli açılmamışdır. Sonda isə onu qətlə yetirən şəxs Leonid Nikolayev və yaxınları da deməli güllələnərək öldürülmüşdü. Onu da nəzərinizə çatdırım ki, Kirov vaxtilə deməli Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1921-25-ci illərdə birinci katibi vəzifəsində çalışmışdı. Bu cür videoları bəyənirsinizsə kanalıma abunə olun.